Salam. Bugün sizə aşağı ətrafların doppleroqrafiyası müayinəsi barəsində danışmaq istəyirəm. Əvvəlcə doppler müayinəsi haqqında qısa məlumat verək. Doppler müayinəsi insan orqanizmində olan damarların, arteriya və venaların vəziyyəti barəsində məlumat vermək üçün aparılan bir diaqnostika üsuludur. Müasir müayinə metodu kimi tanınan ultrasəs doppleroqrafiyası bizim tanıdığımız ultrasəs cihazı vasitəsilə aparılır. Lakin cihazda əlavə doppler opsiyaları olmalıdır. Və beləliklə aşağı ətrafların doppleri də arteriya və venaların vəziyyətini dəyərləndirmək üçün aparılır. Müayinə qeyri-invazivdir, təhlükəsizdir, qısa müddət ərzində icra olunur və damarlar haqqında geniş və önəmli məlumatlar verilir. Belə ki, arteriyalarda stenozun olub-olmamağı, damar divarının vəziyyəti, anatomik gedişatı barəsində məlumat almaq olur. Venalarda varikoz xəstəliyinin olması, trombun olub-olmaması, torlu damar şəbəkəsi, damar ulduzcuqları, qapaq çatışmamazlığı haqqında məlumat verilir. Eyni zamanda aşkar olunan patologiyaları kliniksiz həkimə məlumat verdikdən sonra müalicənin gedişatını da biz doppleroqrafiya müayinəsi vasitəsilə izləyirik. Arteriyalarda, damarlarda stenotik, oklüziv bir proses aşkar edildikdə aparılan hər hansısa bir invaziv və yaxud hansısa bir medikamentoz müalicələrin gedişatını, müalicənin effektivliyini izləmək üçün bizə yardımcı olan bir müayinə metodudur.